Mən indi reaksiyalar yazacağım, sən cavab verəsən. CO üstəgələk H2. Deyin. C üstə gəlir H2O. Yox, CO üstəgələk H2 nə anlar? Hər hansısa bir katalizator CH3OH. Bəli. CO üstəgələk natrium OH nə anlar? Natrium HCO. HCOO HCO natrium başqa turşusunun natriumdur. Aha. Sonra CO üstəgələk CH3OH nə anlar? CH3COOH sirkə turşusu. Belə yazaq. Yaxşı. H, C yuxarı oksigen, aşağı hidrogen. Üstünə H2 gəlsəm nə anlar? Aldehiddir. Deməli üstünə hidrogendə spirt CH3OH. CH3OH. Aldehid hidrogeni çıxarılmış spirt deməkdə. Aldehidin üstünə hidrogen gələndə spirt verir. Buna ya hidrogenləşmə deyirlər, ya reduksiya deyirlər. Yaxşı, aldehiddir. Üstünə gəlirəm gümüş 2O. Buradan da qarışqa turşusu HCOOH bir də 2 mol gümüş. 2 mol da gümüş. Yaxşı. HCOOH üstə gələk gümüş 2O. CO2 H2O 2 mol da gümüş. 2 mol da gümüş. Bax bu oksigen gəlir bura elə bil. HCOOH üstə gələk MiSOH 2 dəfə. Burada CO2 H2O bir də kuprum 2O. Mis 2O. Nə rəngdədir bunun rəngindi? Qırmızı. Bu qırmızıdır, bəli. Sonra HCOO natrium üstə gələk gümüş 2O ilə gedir bu reaksiya. Bəli, alınır natrium HCO3 üstə gələk 2 mol gümüş. Bəli, 2 mol gümüş alınır. Yaxşı, belə deyək. CH3COOH natrium OH-la gedir, getmir. Gedir, buradan da alınır natrium HCO3 üstə gələk CH4. Niyə? Bax bu. Buradan OH, buradan H çıxdı. CH3. Sirkə turşusunun natrium tuzu da turşu ilə əsas arasında gedir. Natrium üstə gələk. Bildim. İndi deyəcəm. Bildim nə dedim. Bildim. İndi bax bunu deyərsən. Sən bunu deyirdin bayaq. Bununla qarışdırdım. Burada alınır natrium 2CO3 üstə gələk CH4. Aha, CH4. İndi yazırıq belə. C2H5OH. T böyükdür 140 cc-də. T böyükdür 140 cc-də parçalanır C2H4 üstə gələk H2O. Aha. 2 mol götürdüm C2H5OH-ı. T kiçikdir 140-da. Dietil efiri C2H5O, C2H5 üstə gələk H2O. Hansı efirdir bu? Sadə yoxsa mürəkkəb? Sadə. 2 mol C2H5OH 425 cc singoksid alüminium klorid. Butadin 1,3 yəni CH2CH, CH2 qat-tərəfli CH2 üstə gələk H2O üstə gələk H2. Belə. Sonra mı yazaq belə? CH3 C 3 qat-tərəfli C CH3 üstə gələk su. Deməli su gəliriksə 3 qat-tərəfliyə qədər ketondur. Bəli, keton alınır. CH3 C aşağı oksigen CH2 CH3. Yaxşı. C2H2 üstə gələk su. Nə alınır? Buradan aldehid alınır. Kimin reaksiyası? Kulçerin. Katalizator burada nə kimi istifadə olunur? Civə
sulfat. Aha. sulfat. Yaxşı, belə yazaq. C2H2 üstə gələk 1 mol xlor 2 nə alınır? C2 xlor 2 yox C2H xlor 2 hədə C2H xlor üstə gələk H xlor. Belə də birləşmə reaksiyası getmir bəs burada. Hə. İki qat rafta. Adı nədir bunun? 1-2 dixlor Bəli, 1-2 dixlor nə? etin. Etin. Yaxşı. C2H2-nin üstünə 2 mol xlor 2 gəlirim. Nə alınır? Burada 4 yerə birləşir. 1-1-2-2 tetraxlor etan. 1-1-2-2 tetraxlor etan. CH2 xlor, CH xlor, bir də CH3. Üstünə sink gəlirəm. Buradan alken alınır. CH2 2 qat rabitə CH, CH3. Bir də sink xlor 2. Yaxşı. İndi bu CH2 xlor, CH2, CH2, CH xlor, CH3. Bunun üstünə sink gəlirəm. Bunun üstünə sink gələndə deməli metil siklobutan. Aha, xlorlar birləşən siklon əmələ gətirir, yəni 4 bucaq. Kənarlarda. Birində də şaxə var. Metil siklobutan, bir də sink xlor 2. Aha. İndi bu yanaşı olmayandır, eləmi? İndi bunu belə yazım. Xlor, CH xlor, CH2, CH3. Üstünə gəlirəm. Kalium OH-ın spirtdə məhlulu. Buradan alkin alınır. CH 3 qat rabitə C, CH3, kalium xlor, bir də nə alınır? Su alınır. Yaxşı, belə deyək. Bu CH2 xlor, CH xlor, CH2, CH3. Üstünə 2 mol kalium OH-ın suda məhlulun gəlsə. Suda gələndə spirt alınır. Neçə atomlu spirt alınır burada? 2 atom. 2 dənə xlor varsa 2 birləşir. Bəli. Amma bir monoxlorlu tərəvəz olsaydı 1 atomlu spirt alınacaqdı. Aha. İndi monohalogenli törəmə götürürəm. Xlor, CH2, CH3. Bunun üstünə gəlirəm kalium OH-ın spirtdə məhlulu. Nə alıram burada? Alkin. CH2, 2 qat rabitə CH, CH3, kalium xlor, bir də su. Aha. Sonra həmin bu monohalogenli törəməni yenə götürürəm. Kalium OH-ın suda məhlulun gəlirəm. Burada da CH2OH, CH2, CH3, bir də alınır kalium xlor. Bəli, kalium xlor, spirt alınır. CH3NO2. Üstə gələk H. H2 gələk. Nə alınır buradan? CH3NH2. Amin. Metil amin. Bəli, metil amin alınır. Sonra yazım C2H2. 2 mol götürmüşəm. Nə alıram? Vinil asitli. Vinili yazaq. Bu vinil. CH2 2 qat rabitə CH, C 3 qat rabitə CH. Yaxşı. Bu astilinlə 3 mol götürmüşəm. Karbondan keçirdim, katalizator olur. Bu da trimerləşmədir, C6H6. Aha. C6H6-nın üstünə, C6H6-nın üstünə xlor 2 gəlirəm. Dəmir brom 3-ün katalizatoru ilə. C6H5 xlor üstə gələk H xlor. Aha. C6H6-nın üstünə xlor 2 gəlirəm. Alüminium xlor 3-ün katalizatoru ilə.
C6 xlor 6 üstəgəl 6 mol H xlor. Altısında 6 mol H olur. Deməli, C6 xlor 6, 6 mol gəlməliyəm. C6H6 üstəgələk xlor 2, H növ ilə. Burada da C6 xlor 6, C6H6 xlor 6. Bu da belə. Belə yazıram. C2H5OH üstəgələk miso. Oksidləşməsidir. Birli spirtdə aldehid alınacaq. Bəli. CH3, CHO. Bir də Aha. quplu. Yaxşı, belə veribdi bizə. Bu neçəli spirtdir? Bu ikili spirtdir. Miso ilə. Oksidləşməsindən də keton alınacaq, aseton. Aseton. CH3, CO. Burada da mis alınır, su alınır. Burada da mis alınır, su alınır. Yaxşı, bu nədir belə? İzopropil benzol. Başqa adı nədir bunun? Dəqiqə kumol. Kumol. Yaxşı, bunun üstünə O2 gəlsəm nə alınır? Fenol alınır, bir də aseton. Bəli, bir fenol alınır, bir də aseton. Yaxşı, bu fenolun üstünə sink gəlsəm nə alıram? Üstünə sink gəlində. Ayda benzolun birbaşa alınması. O C6H5OH ilə yadımda qaldı. C6H6 bir də sink. Sağ ol. Mən özüm belə yazdım. Bir də sinkol. Aynen. Məsələn, bunu belə yazanda C6H5OH yazanda bunu dəqiqə gözün alır. Amma bunu özüm belə yazdım ki, quruluşu ilə. Bu bura birləşir. C6H6 üstə gələk sinqol. Deməli, C2H5OH üstünə natrium gələndə 1 mol spirtdən neçə qram, neçə litr, neçə mol hidrogen çıxır 1 mol spirtdən? 0,5 mol hidrogen, 1 qram, 11,2 litr. H alınır. 11,2 litr. Yəni 1 mol spirtdən 11,2 litr. 1 moldan nə alınır burada? Deməli 1 qram. 0,5 mol və yaxud da 1 qram. Yaxşı, belə yazaq. C2H5OH üstə gələk natrium OH nə alınır? Bu getmir. Bu getmiş. Deməli, əsaslarla reaksiya yadımızda saxlayaq. Çox atomlu spirtlərdən başlayır. Məsələn, CH2OH, CH2OH. Bu mis hidroksinlə reaksiya gedir də, eləmi? Əsaslarla yəni. Onda bu natrium OH da bundan reaksiya gedir. Belə yadımızda saxlaya bilərik. Buradan alınır nə? CH2O, belə yazaq. O, CH2O. O ikisi dənə də O birləşir, bir dənə misə. Bu alınır mis, bir də su alınır. Parlaq rəngli mavi. Bu özü də mavi rənglidir. Bu da mavi rəngli nə alınır? Mavi məhlul nədir? Alınır. Deməli, çoxu atomlu spirtləri nə ilə təyin edirlər? Mis hidroksinlə nədir? Təyin etmək olar. Mis hidroksinlə. Əsaslarla yox. Əsaslarla, yəni demək istəyirəm ki, yadında saxla, çox atomluları mis OH-la təyin edirlər. Natrium OH da reaksiya gedir. Yəni əsaslarla reaksiya çox atomlulardan başlayır. Sonra CH2OH. CH2OH. Bir də CH2OH, CHOH, CH2OH. Bunun adı nədir? Bunun adı? Birinci etilen glikol və ikinci gliserindir. Etilen, glikol, bu da gliserin. İkisi üçün ortaq cəhət. Deməli, çox atomlu spirtlər kuprum OH2 ilə təyin olunurlar. Mis OH-la düzdür, təyin olunurlar. Sonra
Ağ rəngli mayedirlər. Şirin, Şirin dada malikdirlər. rənksiz, Rəngsizdirlər. mayedir. İyləri, iyləri yox idi, deməmi iysiz. Yaxşı, fərqli nədir? Yox, iyisini. Fərqli. Fərqli etilen glikoz zəhərlidir, gliserin zəhərli deyil. Zəhərli, zəhərsiz. Zəhərsiz. Yaxşı, bunu belə desək. Adı nədir bunun? Pikrin turşusudur. Bəli, pikrin. Və yaxud da 2, 4, 6 2, 4, tri 6 nitro trinitro fenol. fenol. Yaxşı, bu nədir? Bu da şeydir, tolu oldu. Yaxşı, belə olsa, Bu da deməli, ona nə deyirdik? bu da Tro, prinə, şey oldu, trotil. bəli, o da trotildir. 2, 4, 6 tri nitro tol trotil adlanır. Qarışqa turşusu yazıram. Qatı sulfat turşusu nə verir? CO bir də H2. CO bir də H2. Yaxşı. CO2-nin üstünə karbon gəlsəm, CO. Singisi yandırsam, Cinco SO2. yaxşı belə yazaq. Fosforun üstünə HNO3 qatı gəlsəm, H3PO4 NO2 H2O. NO2 H2O. Yaxşı, fosfor HNO3 və su gəlsəm, H3PO4 NO. aha, NO. Yaxşı, belə kalsium 3 PO4 2 dəfə götürüb üstünə H2SO4 gəlsəm 2 mol nə alaram? Deməli 2 mol gəliriksə, buradan sadə superfosfat, kalsium, H2PO4 2 dəfə, bir də üstə gələk kalsium SO4. Bəli, bu sadə superfosfat. Yaxşı, kalsium 3 PO4 2 dəfənin üzərinə 3 mol H2SO4 gəlsəm, Buradan alınır kalsium 3 PO4 yox, kalsium dəqiqə yox 2 qat alınmır. Bax, buradan alınır kalsium SO4 3 mola görə yadında saxla H3PO4 alınır. H3PO4. 2 qat bilirsən nədən alınır? Kalsium 3 PO4 1 mol H2SO4 yox, gələndə 4 mol H3PO4 gəlirsən. Kalsium H2PO4 2 dəfə alınır. Bu 2 qatın alınmasıdır. 2 qat almaq üçün 4 mol bundan gəlirsən. Sadə superfosfat almaq üçün 2 mol sulfat gəlirsən. Amma orta fosfatın alınmasında 3-ü yadında saxla. 3 mol nə gəlirsən? Sulfat gəlmək lazımdır ki, H3PO4 alasan. Dəmir S2-ni yandırsam, Ferrum 2O3 bir də SO2. kalium OH-ı S-lə yazsam, Kalium 2SO bir dəqiqə kalium 2SO3, kalium 2S bir də H2O. doğrudur. Kalium OH-ı NO2 ilə yazsam, Kalium NO3, kalium NO2 H2O. Sonra belə yazaq. Kalium OH-ı xlor 2 ilə yazsam, temperatursuz. Temperatursuz kalium xlor O, H2O, bir də H2O. Amma temperaturla yazsaq kalium xlor O3 bir də H2O. Kalium xlor O3. Məncə suyu temperatursuz olan idi. Temperatursuzdur, bəli. İndi bura bax. Kalsium OH 2 dəfə üstə gələk xlorlu suyun alınması da temperatursuzdur.
Hə, Eee, elə ona görə yadımda saxlamışam ağardıcı ki, bəli, ağardıcı əhəngdə, ağardıcı. Xlor 2-nin üstünə su gələndə bu xlorlu su, bu ağardıcı əhəng. Bax, kalsium xlor 2, kalsium xlor kalsium O oxur 2 2 dəfə dəfə. su. Burada da Bəli, H xlor O. Temperatursuzdur. Bu xlorlu su temperatursuz, ağardıcı əhəng temperatursuz, Jave suyu temperatursuz. Deməli, bu mis nə ifadə edir? 4-5 mol misk borsu. Misk borusu. Miskuporus. Aha. Buna göydaş da deyirlər. Göydaş. Bəli, ziyanvericilərə qarşı Hə. istifadə olunur. Bu milidium xəstəliyinə qarşı üzümdə istifadə olunur. Sonra kalsium SO4 vuraq 2 mol su. Bu olur bizdə təbii gips. Hə, təbii ki. Kalsium SO4 2 dəfə vuraq H2O əlibastır. Bu şey, əlbas, əlbas. Kalsium SO4 isə bu ölü gips. Hə, bu elə. Ölü gips niyə? Özünə təzədən su Sular, birləşdirə bilmir, ona görə buna ölü gips deyirlər. hə,